şəhidlərimiz. Zaman keçəcək, illər, əsrlər keçəcək, bizlər olmayacaq. Ancaq inanın ki, bu şəhidlərimiz daimi anılacaq, qürur yerimiz, ant yerimiz olacaq şəhidlərimiz bizim. Mən də sizə minnətdaram Raziyə xanım. Sizin bu kitabınızda qələmə almışsınız bizim qəhrəman igid Qərənzadələr nəslinin qürur yeri olan Elçin Qərənzadəni. Allah razı olsun sizdən. Qələminiz daimi iti yazar olsun. Allah sizə can sağlığı versin ki, daim bu şəhidlər haqqında yazasınız, gənc nəsillərə ötürəsiniz. Çünki bu kitablar bir tarixdir. Bizlər olmayanda gənclər bu kitabları oxuyacaq, vərəqləyəcək. Ən azından 1000 nəfərdən bir 50-si 60 oxuyub və o 50-60 oxuyan insanlarla bir 50-60'na belə ötürəcək ki, bu cür şəhidlərimiz olub, bu cür qəhrəmanlar olub ki, insan elə bir varlıqdır, elə bir zinətdir ki, bizdən qiymətli, dəyərli bir şey yoxdur. Ancaq biz öz canımızı, o dəyərimizi, zinətimizi vətən yolunda, torpaq yolunda şəhid vermişik. Bax, bu oğullar həmin oğullardandır. Oxuyun, unutmayın, unutturmağa qoymayın. Allah sizləri var eləsin. Çox təşəkkür edirəm, minnətdaram ki, mənim qürur yerim olan, mən hər bir zaman Qərənzadələr sülaləsindən danışan, çox qürurla danışıram və fəxr edirəm ki, belə bir nəslin kökün məndə bir zərrə də olsa övladıyam və o qanı daşıyıram. Allah sizləri var eləsin. Çox sağ olun, təşəkkür edirəm. Sizə təşəkkür edirik. Mən də öz hər bir zaman şəhid ailəsinə gedəndə bizim elçinimiz, belə deyim, çox arzu edib ki, Xankəndi alınsın, kitabımızda yazılsın, azad olsun və Xankəndində, Şuşamızda bitən Xarı Bülbül Kəlağayını, mən də şəhidimin anası dünyasını dəyişdiyinə görə onun 2 bacısı yadigarımızdır bizim və mən də bu Xarı Bülbül Kəlağayını az da olsa onlara verirəm ki, ən azından biz xatirə qalsın ki, mənim də qardaşımın arzuladığı o Xarı Bülbülün yetişdirdiyi vətəni təmsil edən bir Kəlağay bizdədir. Çox sağ olun, təşəkkür edirik Hacı xanım sizə. Çox sağ olun. Sağ olun. Ağzına sağlık, çok sağ ol, Allah canınızdan eləsin. Bizim Elçinin də elə oxuduğu yerdə 270 nömrəli məktəb onlardan adı. Biz sizə təşəkkür edirik və Leyla xanımın da hədiyyəsi var, elə Elçinin, yəni Leyla xanım, hədiyyən kimi təqdim edəcək eviyəsinə. Biz də, onu da qeyd edim ki, dəyərli izləyicilərimiz, mənim ən böyük arzum Borçalı ətirli şəhidlərimə kitab yazmaq idi. Kitablarımda hər birində mən oğulları qeyd edirdim. Amma cəm toplam halında onları bir kitab halına salmağa mənim gücüm yetmirdi. Yəni yazılar hazır olmuşdu. Mən buradan Leyla xanıma təşəkkürümü bildirirəm. Bu kitabın ərsiyə gəlməyinə görə mənə dəstək olduğu üçün kitabımızın işıq üzü görməyəndə Leyla xanımın böyük əməyi oldu. Mən ona buradan öz təşəkkürümü bildirirəm. Ən böyük arzuma çatdım və Borçalıdan Qarabağa gedən yol adlı kitabım işıq üzü gördü. Bu kitab düzdür biz biraz az nəşr eləmişik, amma sorağı hər yerə yayılıb indi. Bu kitabımız əl-əl gəzirlər. İnşallah ki, yenidən nəşr elətdirəcək. Buyurun, sizi dəvət edək bura. Zəhmət olmasa gəlin. Leyla xanım, siz də hədiyyənizi təqdim edin. Biz də hər borcumuz, hər şəhid ailəsinə gidəndə bizim simvolumuzun deyilirdi. Bəli, Kəlağayı bizim nənələrimizdən qalan bir adətdir, bir ənənədir, bizim abrımız, ismətimizdir. Mən sizə təşəkkür edirəm Leyla xanım. Və bu kitabı isə, bax, döyüşən o igid qəhrəman oğlana hədiyyə etmək istəyirəm. Yalçın qardaşımız, bu kitabı mən sizə hədiyyə edirəm. Mən inanıram ki, güvənirəm ki, bu kitabı sevə-sevə siz oxuyacaqsınız. Zəhmət olmasa buyurun bura. Vətən oğulları qürurla vətən üçün canlarını fəda etdilər. Bu kitabı mən sizə hədiyyə edirəm. İnşallah ki, oxuyarsınız, fikirlərinizi bildirərsiniz. Çox sağ olun, sizə təşəkkür edirəm. Allah sizdən razı olsun. Dəyərli izləyicilərimiz, bax gördüyünüz Qərənzadələr ailəsinin bir qəhrəman oğlundan sizə bəhs etdik. Var olsun şanlı müzəffər Azərbaycan ordusu, var olsun Ali Baş Komandanımız, yaşa